Hər birini salamlayırıq. Günün bu vaxtı, iş sonu biz normal doğumdaydıq. Allahın izniyle. Adətən bizdə normal doğum çox az olur. Ayda bir, 2 aydan bir. Yəni o qədər olmur. Niyə? Bizim xəstələrimizin 99% illərin sonsuzluğu və fəsallaşmış mamalıq anamnezi, ginekoloji anamnezi olan pasientlərdir. Niyə bəs bu xanımı biz doğuş etdik? 2 il sonsuzluğu var. 2 il sonsuzluğu göstəriş deyil Çesirə. Bunun doğuşuna göstəriş odur ki, xanım bir dəfə kistektomi əməliyyat olub açıq. Daha sonra ikinci dəfə bağırsaq çəkməməzliyi verib bu əməliyyatdan. Neçə gün sonra bağırsaq çəkməməzliyi oldu qızım? Bir gün sonra, bir həftə sonra bağırsaq çəkməməzliyi olub. Orta laparotomiya ilə qarın boşluğu açılıb. Bizə gəldi, müayinələr etdik. Neçə ay müalicə elədik səni? Bir ay. Elə Allah'dan elə bəlkə də hamilə qalmaq istəyib, tələsib gəlib bizə. 2 ildən də uşaq olmurdu. Müayinə elədik, müalicə elədik, hamilə qaldı və 9 ay takip etdik. 38 həftəsində doğuşa hazırlıq elədik. 41-42 həftəni gözləmədik. Niyə? Çünki bu xanımın qarnı bağırsaq çəkməməzliyinə görə açılıbsa da doğuşu gecikdirsək, doğuş çətin doğula bilər, uşaqlıq rüpturu ola bilər. Çəkməməzliyə bağlı yox. Yəni rüptur olsa bunun acil qarnı açılası bir xəstə deyil. Ona görə də doğuşu 3 həftə biz rahat, planlı olaraq idarə elədik. Dünəndən gölyanı mayısı axdı və gəldi. Biz də stasionarda yatsızdırdıq. Yavaş-yavaş istimulyasiya elədik. Allah'ın izniyle istimülyasiyadan sonra 3 kilo bir dənə qəşəng qaqaş dünyaya gəldi yanımızda. Məsələn, amazing. Amazing. Sizi incitmədik. Razı qaldınız? Siz sağ olun. Uşaq dünyaya gəlib, ana deyir ki, uşaq oldu, çaşıb. Sağ olsun ekip, Arzu xanım, siz sağ olun, sağ olun. 8 ballı qiymətlərin. Qəşəng. Hər şey əla oldu. Həqiqətən, pasiyentimiz də yaxşı pasiyent idi. Heç düzdür, ağrısız doğuş oldu, ağrı bilmədi. Amma yenə də qəşəng oldu, idarə elədik Allah'ın izniyle. Hər şey qəşəng. Ekipin hamısına başdan başa sağ olsun. Bütün ekipə təşəkkür edirəm. Məsələn, mamaya dediysən, şükürə. Mamaya dediysən. Bütün arzu edənlərə Allah qismət eləsin, nəsib eləsin. Doğuş və ya kəsir dedikdə həkimin mütəxəssisliyi, ustadlığı odur ki, qiymətləndirilsin, xəstə qiymətləndirilsin. Yəni, hər çatan ya kəsir olmalıdır, hər çatan ya doğuş olmalıdır, bu göstəriş deyil. Bu, o qədim dövrlər deyildi ki, alternativ yol yoxdur. Alternativ yol xəstəyə az travmatik, az ziyansız, alternativ yolla hamiləliyi sonlandırmaq lazımdır. Uğurlu sonlandırmaq. Gedirsən mamaya, benim səni mamaya biz gedək. Allah sağlasın balaşqanı. Sağ olun. Ekip, əlinizə sağlıq. Sağ olun. Çox sağ olun. Soruşurlar ki, aparmır. Arzu xanım bizim akuşerkamızdır. Başqa bir mərkəzdə də işləyir, dövlət xəstəxanasında. Ondan yəqin soruşurlar ki, o sualın cavabını verdik. Soruşurlar ki, niyə hamısı bizdə keçir? Bizdə doğuş var, çox azdır. Yenə də deyirəm, ildə 10 dənə, 11 dənə normal doğuş ola ya olmaz. O da niyə? Yenə də deyirəm, problemli xəstələrdir. İllərin uşağı olmayan, 50 dəfə uğursuz hamiləlik olan, 30 dəfə, 20 dəfə bunun nəyini mən buraya uşaq bıraxım? Okey, sağ olun. Allah'ın amanı olun. Sağ olun.